Herkese salam, kanalıma ve yeni videoma hər biriniz xoş gəlmisiniz. İnşallah ki, hər birinizin işləri həyatı qaydasında gedir. Keçən dəfə fikirləşdim ki, videoları daha tez-tez eləyim və daha qısa-qısa eləyim. Ancaq çatdıra bilmədim bu dəfə, çünki hər hansı bir material çəkmədim. Danışığımı belə itirdim. Hər hansı bir material çəkmədim. Ona görə də qaldı. Biraz başım qarışıq oldu. İşə getdim, gəldim. Biraz xəstə oldum. Yəni zaten əvvəlcədən xəstə idim, ancaq öskürək falan heç cür düzəlmirdi. Uşaqlar da biraz xəstələniblər. Üstünüzə sağlıq, çox pis xəstəlikdir, keçmir, özünüzü çox qoruyun. Amma artıq çalışacağım ki, bugündən sonra daha aktiv olum. Xəstəliyim də biraz sağalıb, çox az qalıb. Biraz çox danışanda öskürmək gəlir hələ də. Belə, burada da ev işlərini görürdüm. Yəni həmişəki kimi paltarları qatlayıram, ayrı-ayrı yığıram ki, sonradan hamısını aparıb yerləşdirəm. Pəncərədə falan da uşaqların paltarları olur. Bizdə paltarlar həyətdə qurumur. Hava o qədər soyuqdur ki, nəmlidir ki, paltarları həyətə səririk. Bir müddətdən sonra gətirib evə yığmalı oluruq yenidən. Peçin yanına, pəncərələrin qabağına yığırıq ki, oralarda qurusunlar. Sonra da veteran tostoranımı götürdüm. Başladım otaqları tostoranlamağa. Otağın birini çəkmirəm, çünki orada uşaq yatır. Oranı elə oyaq olanda tələsikdə tostoranlayıram, silirəm. Amma rahat kamera qoyub çəkəcək işimi görə bilmirəm orada. Buralarda isə nisbətən eləyə bilirəm. Oğlum imkan verdikcə, oğlum gəlib kameranı görən kimi, orada çəkdiyimi görən kimi düz gəlir durur telefonun qabağındakı əsas videoya o düşsün. Ancaq təbii ki, məndə bu uyğun gəlmir. Yəni istəyirəm ki, o getsin, nəyənsə məşğul olsun, mən də rahat-rahat çəkilişimi apara bilim, həm də əlavə səs-küy alınmasın. Montajı isə ancaq gecələr uşaqları yatdırandan sonra eləyə bilirəm bir müddətlik. Çünki həm sakitçilik olur, həm də gəlib telefonu əlimdən almaq istəmir uşaq. Hal-hazırda da gecədir, uşaqları yatdırmışam və mən başlamışam videonu həm montaj eləməyə, həm də üzərindən səs yazmağa. Ona görə də ola bilər ki, səsim biraz sakit çıxsın. Yəni, nisbətən bacardığım qədər sakit olmağa, amma eyni zamanda normal səs yazmağa çalışıram ki, həm uşaqlar oyanmasın, həm də mən videomu montaj eləyib üstündən səsləndirməni apara biləm. Yəni, ayrı vaxtda buna imkan yoxdur. Gündüz işlərim çox olur və uşaqlardan sakitçilik olmur, işim olmasa belə də. Axşamlar isə mən biraz bərkdən danışsam, biraz səsim çox olsa, onda uşaqlar oyanarlar. Son halımız oldu belə. Təmizlədim yerini falan, hər şeyini. Keçəyim də o birisi otaqlara. Səsim yenə tutulub. Bir də ki, qızlar, montajı başqa bir proqramda aparmağa başlamışam. Əvvəllər digər bir proqramdan istifadə edirdim. İndi başqasına keçmişəm. Əvvəlki proqramda videolara arxa fona səs falan qoya bilirdim. Yəni musiqi qoya bilirdim. Ancaq bu proqramda onu bacarmadım. Bəlkə bacarmaq yerini bilmirəm. Yəni mən bacarmıram. Var həmin funksiya, amma tapa bilmədim mən onu. Əgər belə arxası sadəcə musiqisiz, sadə səssiz olması sizin üçün problem deyilsə, bu proqramdan davam edirəm. Əgər nəsə problemdirsə, belə bəyənmirsinizsə, yazarsınız yorumlara, dəyişdirərəm. Düşünürəm ki, hər hansı bir fərq yoxdur sizin üçün, amma yenə də sizin fikirlərinizi də bilmək istəyirəm bu barədə. Bir də ki, videolarımın altında adətən çox gözəl sözlər oxuyuram, çox xoş sözlər oxuyuram. Linçləyənlər demək olar ki, yoxdur, varsa da bir neçə ola bilər indiyə qədər kanal açandan bu tərəfə çox az olur. Yəni, xoş sözlərinizə görə hər birinizə təşəkkür edirəm, çox sağ olun, var olun. Ümumiyyətlə, bəzən mənə qəribə gəlir ki, bir insanı tanımadan, üzünü belə görmədən, real həyatda ünsiyyət qurmadan necə ola bilər ki, insana qarşı belə xoş sözlər, gözəl münasibət bəsləmək olar. Yəni, bəzən mənə çox qəribə gəlir. Sevginiz üçün yenidən hər kəsə təşəkkür edirəm. Yəni, bunları da demək istədim. Bu arada, danışmışkən bunu da deyim. Bura qədər izləmişsinizsə və hələ də kanalıma abunə deyilsinizsə, abunə olsanız məni çox sevindirərsiniz. Çünki bu mənim üçün çox önəmlidir. Hər bir abunə mənə yeni bir motivasiyadır. Və əgər abunəsinizsə, o zaman
videomu bəyənməyi və yorum yazmağı unutmayın. Bunlar da mənim üçün çox dəyərli, önəmli şeylərdir. Çünki yazdığınız hər bir yorum oxuyanda üzümü güldürür və eyni zamanda bəyənməniz və abunə olmanız mənim daha da böyüməmə və yenidən videolar çəkməyimə səbəb olur. Bu qədər əziyyətlə sizin üçün video çəkirəm. Yəni bircə bəyənməni və yorumu məndən eksik görməyin. Çox xahiş edirəm. Evdə bitməyən şeylər çirkli paltar və hər gün görülən işlərdən biri paltar yuyana paltar atmaq. Yaxşı ki, bu maşın var. Həqiqətən də elə bir gün olmasın ki, bu maşın işləməsin. Düşünmürəm ki, bunsuz həyat keçə bilər. Yəni həyat necə keçə bilər bunsuz? Bütün gün yəqin ki, oturaram bir şeyin başında, paltar yuyaram. Çünki paltar bitməz bizdə heç vaxt. Yəni bunu kim çıxardıbsa, Allah ondan razı olsun. Əgər ölübsə, qalanlarına can sağlığı versin, özünə Allah rəhmət eləsin. Yəni çox yaxşı şeydir. Həqiqətən də paltar yuyan olmayan ev düşünürəm ki, çox əziyyət çəkilə biləcək bir evdir. Burada videonu montaj eləyə eyni zamanda həm çəkdiyim videolara baxıram, həm də ki, yazdığım səslərə yenidən özüm qulaq asıram və görürəm ki, nə qədər axşam olsun, sakitçilik olsun, heç bir əlavə səs düşməsin deyə düşünüb. İndini gözləsəm də arxa fondan durmadan it hürmə səsi, çaqqal səsi, hər şey gəlir. Ona görə də üzr istəyirəm. Öncədən sizdən bu səslərə görə, yəni kənd yeridir, pəncərə biraz aralıdır, çünki külək var hal-hazırda. Çox güclü külək olanda da odun peçi tüstünü qabaq hissədən çölə çıxardır. Yəni evin içərisinə doldurur. Ona görə məcburən pəncərəni biraz aralı qoymalı olmuşam. Tüstünü evə doldurmasın deyə külək. Və belə olanda da çöldə olan bütün səslər gəlir, videoya da düşür. Yəni mən səs yazıram, səs yazmaya da düşür. Öncədən üzr istəyirəm buna görə, əlavə səslərə görə. Yəni belə anlayışla qarşılasanız çox-çox sevinərəm. Burada da keçmişəm, oğlum üçün yemək hazırlayıram. Kiçik oğlum üçün artıq 6 ayından böyükdür, ona görə də ev yeməklərini keçirtmişik. Belə suplar bişiririk. Təbii ki, duzdan istifadə eləmirəm, yağ kimi də zeytun yağından çox cüzi miqdarda istifadə edirəm. Belə tərəvəzlərdən evdə nə varsa onlardan istifadə edib suplar bişiririk və əzib tam olaraq blenderdən keçirmirəm. Düzdür, hələ dişləri yoxdur. Sadəcə bir dənə dişi var, ikincisi çıxır. Amma blenderdən keçirməyə ehtiyac duymuram, çünki özü belə yeyir və düşünürəm ki, ağzında nisbətən qidanı hiss eləməsi daha yaxşıdır və həm qidanı hiss eləyərək yesin, blenderdən tam olaraq əzib püre halında keçirib elə verməyi əvvəlki vaxtlarda da eləməmişəm, indi də eləmirəm, yəni böyük oğlumda da eləmirdim, indi də eləmirəm. Belə yeyir. Allaha şükür ki, qəbul edir yəni əlavə qidanı və sevir. Sonra da keçdim qabları yumağa, qablarım biraz yığılıb qalmışdı. Ona görə uzun çəkdi qab yuma prosesim. Ona görə hamısını da çəkmədim. Bir hissəsini çəkdim. Bir hissədən sonra düşündüm ki, artıq bunun hamısını vloqa qoymayacağım. Təbii ki, bu qədər qab yumağa baxmaq maraqsız olar. Şəxsən mən də izləyici kimi buna maraqla baxmaram. Çünki hər şeyin bir həddi var. Yəni bir şeydən 1 dəqiqə, uzaqbaşı 2 dəqiqə qoymaq olar və ondan sonra da təbii ki, insan bezər, baxan insan bundan bezər. Ona görə mən də bir hissəni qoydum, bir hissəni isə qoymadım. Qabları da yudum beləcə, qəşəngcə. Sonra düşdüm, həyətdə biraz işlərim var idi. Odun gətirməyə getdim. O gün qaynanamla söhbət edəndə deyir ki, bəs bağda aynaqlar açıb.
Bu tərəfdə aynaq deyirlər. Biz də Mamagildə Novruz gülü deyirdik, maral gülü deyirdik. Göstərim sizə. Heç özüm də görməmişəm düzü. Gidək. Gəlmişəm bağa, tapdım. Havalar yaxşı keçir deyə açıblar. Gör nə gözəldirlər. Orada da var. Bunlar desəm bənövşəyi rənglisi də olur. Amma ondan yoxdur. Bunlar da açacaqlar hamız. Əgər havalar yenidən sulaymasa inşallah yaxşı olacaq. Bu da fındıqların belə şeyləri. Baxın, tozlanma başlayıb. Adamın əlləri sarı olur. Ona görə də havalar şeydir. Fındıqların çiçeği. Fındığın bu çiçeğini görmüsünüz. Baxın. Bu xırda çiçeğini. Həm belə çiçeği var, həm də balaca. Gedim artıq evə. Hava dəhşət soyuqdur yenə də. Bugünlük də bu qədər. Videomu bura qədər izləyən hər kəsə çox-çox təşəkkür edirəm. Hələlik.